Azərbaycanın müstəqilliyinin başda Ulu Öndər Heydər Əliyev bu bərpasında, müstəqilliyimizin bərpasına səs vermiş 43 millət vəkilini də sayğı ilə anım, onların haqqı üstümüzdə çox böyükdür. 43 nəfər özlərini istiqlal yolunda gördü. Referendum əleyhinə səs verənlərdir onlar. Tamam başqa şeydir. Müstəqillik başqa şeydir. Referendum əleyhinə başqa şeydir. Biz tarixi saxtalaşdırmayaq. Tarix varsa, tarix düzgün yazılmalıdır. Siyavuş müəllim mənə saxtakar dedi. 7 mart tarixi 91-ci ildə sirrin bərpa olunmasıyla bağlı referendumun keçirilməsi ilə bağlı idi. Deputatların cəmi 43, içində də Heydər Əliyevin o 43 kişinin içində təmsil olunmasından əleyhinə səs vermişdilər. Bu da müstəqilliyimizə xidmət idi. Mən bunu demək istəyirəm, məni yanlış anladı. Mən o zaman bu proseslərin canlı şahidi idim və o müstəqilliyimizi qazanan o insanların içində ən çox qadınlarımız ön sıralardaydı. Mən o zaman, bax, tarixi elə yazırdıq biz. Müstəqilliyimizə gedən yolda mübarizə aparaq.